El-Hulasa baş verenler baş verilir. Deyilene göre onun karısı hain, yani kafir. Gelir qəbilə başçısına, yani Qavm-ı Lutun başçısına gelir qəbilə başçısına deyir ki, ey, ərimin bir sənəcə qonaqları gəlib gecə, üç gənc, yaraşıq, elə, belə. Həmin o qəbilənin başçısı da onlardandır. Təsəvvür edin. Qəbilə başçısı məşvərət edir ki, bəs qənimət gəlib. Bizim kəndə qonaq gəlib. Kimə gəlib? Düşmənimizə. Bizə yaxşılıqları tövsiyə edən, bizi bu əməldən çəkindirən, dəfələrlə hədələdiyimiz, ey Lut, əgər bu tövsiyələrindən əl çəkməsən, biz səni daşqalaq eləyəcəyik, sən həqiqətən təmiz adamsan, bizlik deyilsən. Çıx aramızda, sənin bizim aramızda nə işin var? Onun yanına gəlib. Dedilər, neyniyək, gedək, o gənclər necə tələb eləyək? Baxın, qardaşlar, şəhvət gönəcə mırdar şeydir ki, artıq ağıl işləmir. Deyir, qol-qola girək, əl-ələ tutaq və gedək onun qapısına bir ağızla o qonaqları tələb eləyək. Ey Lut, qonaqları bizə ver. Təsəvvür Lut əleyhissalam birdən səs küyə qalxır. Qapını açır ki, وَجَاءَ أَهْلُ الْمَد۪ينَةِ مُسْتَبِشِرُونَ. Şəhər əhli sevinə-sevinə, gülə-gülə gəldilər. Bir bişara üçün, bir xoş xəbər üçün ki, bəs biz bildik nə var, nə yox. Ey Lut, qonaqları bizə ver. Qaydım nə deyir? Qalə innə həuləy bənəti, hunnə athar ləkum. Deyir ki, kənd əhlinin qızları, mənim qızlarım deyir. Halbuki heç biri onun qızları deyildir. Kənd əhlinin qızları. Gəlin sizi onlarla evləndirim, onları sizə ərə verim. Bu sizin üçün daha təmiz, daha pakdır. Şahid nə gedir burada? Lut aleyhissalam Sədum qövmünün peyğəmbər olduğuna görə Sədum qövmünün qızları sanki öz balalarıdır. Gəlin sizi qızlarımla evləndirim. Bu ayetin təfsirində öz qızları qəsd olunmur. Sədum qövmünün qızları. Buradan da alimlər nə fayda çıxardır? Hər bir peyğəmbər öz ümmətinin atasıdır. Hər bir peyğəmbər öz ümmətinin atasıdır.